TikToker İlduza Hacıyevanın həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir. Hazırda diqqətlər bu iş üzrə apellyasiya məhkəməsinə yönəlib. Artıq TikTokerin vəkilləri şikayətin hazırlanmasına başlayıb, iş üzrə əlavə dəlil və sübutlar toplayırlar. İctimaiyyəti maraqlandıran əsas suallardan biri isə budur. Arzumun təqsirli yuxarı instansiya məhkəmələri tərəfindən də təsdiqlənərsə, o real cəza çəkmədən azadlıqda qala bilərmi? Tanınmış vəkil Orxan Zeynalovun sözlərinə görə, apellyasiya instansiyası hökmü qüvvədə saxlasa belə, məhkəmə məhkumun himayəsində ikisi azyaşlı olmaqla 4 uşağının olmasını, onlardan birinin autizmli olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirə bilər. Bu halda Cinayət Məcəlləsinin 70-ci maddəsi şərti məhkum etmə tətbiq olunaraq 5 il 2 aylıq həbs şərti cəza ilə əvəz edilə bilər. Bundan başqa, apellyasiya məhkəməsi məhkumun himayəsində 14 yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsini təxirə sala bilər. Vəkil Arzumun cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməsi ilə bağlı deyir ki, Arzum təkcə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ehtiyatsızlıqdan ölüm nəticələnən yol nəqliyyat hadisəsi törətməklə deyil, həm də 264-cü yol nəqliyyat hadisəsi yerini tərk etmə maddəsi ilə də təqsirli bilinib. Sonuncu maddə qəsdən törədilən cinayətlərə aid olduğundan onun məntəqə tipli cəza çəkmə müəssisəsində göndərilməsi yalnız o halda mümkündür ki, şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bəs hökm dəyişdirilmədən qanuni qüvvəyə minirsə, Arzum ən tez nə vaxt azadlığa çıxa bilər? Belə olan halda məhkumun ali məhkəməyə kassasiya şikayəti vermə hüququ qalır. Ali məhkəmə də hökmü qüvvədə saxlayarsa, Arzum cəzasını yarısını, təxminən 2 il 7 ay hissəsini həbsdə çəkdikdən sonra vaxtından əvvəl cəzadan şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa, gələcəkdə qəbul ediləcək əfv sərəncamı və ya amnistiya aktı da ona şamil oluna bilər deyə Orxan Zeynalov qeyd edib.